SOKAR Petroleum Qapalı Səhmdar Cəmiyyəti bu gün Qazaxda baş verən partlayışla bağlı məlumat yayıb. Bölgə TV xəbər verir ki, məlumatda bu gün Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Qapalı Səhmdar Cəmiyyətinə məxsus 7 sayılı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verdiyi bildirilib. Qeyd olunub ki, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib. Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon yanğından mühafizə hissəsinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirə salınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb. Qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb. Hadisə nəticəsində neft bazası sahəsində süzücü, doldurucu vəzifəsində çalışan Şamil Zabitoğlu həyatını itirib. Həyatını itirən həmkarımıza Allahdan rəhmət diləyir, doğmalarına dərin hüzünlə başsağlığı veririk. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır, məlumatda deyilir. Rəna Rövşən qızı, Bölgə TV.